Özbəkistanda SSR dövründən qalan və xalq arasında Jiguli kimi tanınan köhnə avtomobillərin istismarına rəsmi qadağa qoyulub. Qərara əsasən istehsal tarixi 50 il və daha çox olan nəqliyyat vasitələri artıq yollara buraxılmayacaq. Bu addım ekoloji vəziyyətin yaxşılaşdırılması və yollarda təhlükəsizliyi artırmaq məqsədi daşıyır. Bəs oxşar qərar Azərbaycanda da tətbiq oluna bilərmi? Mütəxəssislər bildirir ki, köhnə avtomobillər atmosferə normadan artıq zərərli qazlar buraxmaqla yanaşı yol hərəkəti təhlükəsizliyi baxımından da risk yaradır. Xüsusilə texniki baxışdan keçməkdə çətinlik çəkən bu nəqliyyat vasitələri qəzaların artmasına səbəb ola bilər. Xüsusilə yaşı çox olan avtomobillərdən ayrılan müxtəlif çirkləndiricilər, kükürt oksidləri, azot oksidləri atmosferdə müxtəlif birləşmələr əmələ gətirirlər, uçucu üzvü birləşmələr və digər təhlükəli maddələr əmələ gətirirlər. Bu avtomobillərin mühərriklərindən çıxan tüstülərdə həm də ağır metallar və o cümlədən qurğuşun və civə də olur. Bu cür avtomobillər insan sağlamlığı üçün çox təhlükəli olan kimyəvi maddələrin mənbəyidirlər və onların şəhər mühitində işlədilməsi getdikcə məhdudlaşdırılmalıdır. Ekoloqlar hesab edir ki, köhnə avtomobillərin dövriyyədən çıxarılması şəhərlərdə havanın çirklənməsinin qarşısını almasında mühüm rol oynaya bilər. Bu isə həm ətraf mühitin qorunması, həm də əhalinin sağlamlığı baxımından vacibdir. Özbəkistanda ötən illərdə az qala 1 milyona yaxın avtomobil istehsal eləmişlər. 600 minin üstündə avtomobil istehsal eləmişlər. Böyük bir rəqəmdir, nəhəng bir rəqəmdir. Ona görə də Özbəkistan kimi dövlətin öz avtomobil parkını yeniləmək şansı çox yüksəkdir. Orada avtomobillər öz istehsalları olduğuna görə və çeşid olduğuna görə, özdə çeşiddə nə də var? Yük avtomobildə istehsal edirlər, minik avtomobildə istehsal edirlər, avtobusda istehsal edirlər, bir neçə markada və modeldə. Ona görə də parkı yeniləmək çox asandır, ucuzdur, əlçatımlıdır. Azərbaycanda hazırda köhnə avtomobillərin utilizasiyası proqramı könüllü əsaslarla həyata keçirilir. Vətəndaşlar istismardan çıxmış avtomobillərini dövlətə təhvil verərək buna görə ödəniş alırlar. O ki, qaldı qanunla köhnə avtomobillərə qadağa qoyulması, bu istisna edilmir. Biz də avtomobillərin utilizasiyası ilə bağlı qanun qəbul eləmişik və köhnəlmiş avtomobillərin utilizasiya olunan məntəqələrə qaytarılması ilə bağlı belə bir imkan yaratmışıq. Gələcəkdə ola bilsin ki, beynəlxalq təcrübədə müəyyən olunmuş hallardan istifadə edək və qanunlarda müvafiq dəyişikliklər edək. Yaxşı olardı ki, çox köhnəlmiş, məsələn 70-ci illərdə buraxılmış avtomobillərin bugün istismarına imkan verilməsin və belə bir qadağa tətbiq olunsun. Mütəxəssislər hesab edir ki, bu kimi qərarların qəbulu zamanı əsas məsələ vətəndaşları çətin vəziyyətə salmadan avtomobil parkını yeniləmək, eyni zamanda ekoloji təhlükəsizliyi təmin etməkdir.